Alının miras davaçısı qızı Günayın sərsəmləməsinə mən ilk saniyədən cavab vermişdim. TikTokumda da yayınlanıb, bayağı da izlənib. Əslində sonra bu məsələyə baxdım ki, başqa insanlar da müdaxilə oldu və çox ilginc ki, Fəzail Ağamalının qızı Günaydan çox günayçı olanlar və burnunu hər yerə soxanlar bu məsələyə də qılıf geyindirməyə çalışır və hətta o qədər harınlayıblar ki, uşaqlarının haqqını istəyən insanlara belə aşağılayıcı kəlmələr də işlədiblər. Hər şeydən öncə dünən mən canlı yayımda da demişdim. Mən bir Azərbaycan kişisinin qızı, iki Azərbaycan kişisinin bacısıyam və mən o torpaqlar uğrunda torpağın altına şəhid vermiş nəslin nümayəndəsiyəm və kimsənin sərsəmlənməsinə görə də biz nə o vətəndən vaz keçməliyik, nə küsüb o vətən üçün vətəni qoruyacaq evladlar yetişdirməkdən əl çəkməliyik. Amma hər kəs də haddini biləcək. Azərbaycan xalqının uşaqları, məsələn, bugün 2 milyonun üzərində 14 yaşına çatmamış uşaqlarımız var. Və eyni zamanda bu biraz da daha çoxdur, 18 yaşına qədər olan uşaqlarımız çoxdur. Və dünyanın hər yerində uşaq doğumunun artması və özəlliklə gəlişmiş ölkələr bununla bağlı böyük projelər işləyir. Hətta mən dünən canlı yayımda da dedim. Avropanın müxtəlif ölkələri, orada statistikaları da qoymuşdum. İndi zamanınızı çox almaq istəmirəm. Mənim yaşadığım Türkiyədə uşaq pulu verməsələr də uşaqların sosial haqları ilə bağlı çox böyük projelər var. Onların sağlıq, təhsil, eyni zamanda ailələrdə məsələn uşaqları elə dünən bir uşağı ana onun üzərindən reklam yaptığı üçün dövlət həmən aldı. İndi o uşaq orada eğitəcək, yetişdirəcək və burada xeyli eyni zamanda bələdiyyələrin, eyni zamanda valiliyin, eyni zamanda Ailə və Sosial Politikalar Bakanlığının çox böyük büdcələr ayrılır və uşaqların gəlişməsi üçün, uşaqlara dəstək üçün və hətta Türkiyənin televiziyalarında görürsünüz ki, bütün televiziyaların içərisində bununla bağlı projelər işlənir. Məsələn, elə vakıflar, dərnəklər, məsələn, Ankara abisi deyilən bir dərnək var. Baxın, görün nə qədər ailələrə dəstəkləyir filan. Yəni, və onlara çox həddən artıq bu ölkədə uşaq haqları ilə bağlı xeyli projelər var. QHT-lər bunun üzərində işləyir və heç kim də burada qalxıb uşaqların haqlarını istəyən insanları aşağılaya bilməz. Azərbaycanda 2 milyon uşağın olması, yəni 200 milyon, ayda 100 manatdan versə 200 milyon para eləyir ki, bunu mənim məsləkdaşlarım da hesaplamışdı. Sabah mən oxudum. Onlar da bunu bildirirlər. Bu 2 milyard nə qədər, 500 min, 600 min fərq etməz, 3 milyard olsa belə bu paralar, bu büdcədən gedəcək paradır deyirik. Büdcəni zaten yeyib talayanlar bundan 5 qat artığını yeyir. İldə bir dəfə sevgili dəyişirlər, sevgililərinə elə 2 milyard yarımlıq evlər alıb verənlər var. Büdcəni talamasınlar, xalqın uşaqlarının parasını versinlər. Bunu etmək zor olmamalıdır. Və orada məsələn, saxtakarlıq olar deyə, məsələn, Vahid bəy yazıb, hörmət etdi Vahid bəy, yaxşı açıqlamalar vermiş, edib. Amma büdcəni yeyən kimdir? Biz mi yeyirik? Elə insanlar təyin edəcəksiniz, elə ciddi nəzarət olacaq ki, paraları verilərkən içəridə bir yeyinti olmasın, rüşvət olmasın. Və biri çıxır oradan Azərbaycan kişisinə deyir ki, sən niyə pul istəyirsən? Sən niyə, adama deməzlər mi, sən niyə hamını öz qardaşınla, atanla ölçürsən? Sən qazanıb gətirirsən, onlar yeyə bilir. İndi Allah rəhmət eləsin, atan ölüb amma ərin səndən yeyir, qardaşın səndən yeyir deyə. Sənin kimi hamının bacısı yoxdur ki, getsin belə yağ çəksin, para qazansın. Cəmaatın sənin kimi o imkanı yoxdur. Hər kəsin arvadı səni kimi deyil. Belə gətirsinlər, versinlər, desinlər, ala dinə söy, ala xalqa aşağıla, ala qaçqınlara söy. Yəni, belə şey etsinlər, get rəqsaniyə söy, mən də müdafiə etdim. Hətta müdafiə edəndə neçə nəfər mənə dedi ki, yanlış kişini müdafiə etsin, amma yenə də eyni şey olsa, bir qadına beldən aşağı söyərlərsə, mən onu müdafiə edərəm. Yəni, artıq bu millətin yaxasından düşün, həqiqətən düşün və unutmayın, bu millət, bu uşaqlar bizim gələcəyimizdir. Bu ölkədə bir çürümə baş verir.
Və bu çürümənin önü alınmalıdır. İllərcə o milləti taladılar, məhv etdilər, amma o millət vaz keçmədi. Uşaqlarını Qarabağda savaşa göndərdi. İkinci savaşda gedib, heç olmasa gedib öləcək insanınız olsun da. Sən belə böbürlənirsən, sənin o oğlunu, sənin o ərini qoruyacaq insanlar olsun da. Onlar getdilər, ac uşaqlar getdi, vətəni qorudu ki, sən çıxıb orada böbürlənəsən. Və sonra da yanlışlarınızı xahiş edirəm, bu hər kəs üçün keçər. Şəhidlər üzərindən yanlışınızın üstünü örtməyin. Sizə heç kim izin vermir. İzin vermir ki, gedib bizim Habilimizin qanı üzərindən özünüzü reklam eləyəsiniz. Sizə kimsə izin verir ki, gedib bizim 19 yaşında, hələ də o son baxışı gözümün qabağında olan Nizaminin qanı üzərindən reklam eləyəsiniz. Sizə kimsə izin vermir ki, cəsədini qoxusundan anası tanıdığı Daşaltıda aylarca, bir aydan çox Daşaltıda qarın altında cənazəsi qalan müşfiqin adından istifadə eləyəsiniz. Sizə kimsə izin vermiş ki, dünyasını dəyişdikdən sonra nişan xonçaları məzarın üstünə tökülən müşfiqin adından istifadə eləyəsiniz. Kimsə sizə bunu izin vermir. Kimsə sizə bunu izin vermir. Ayıbdır. Artıq düşünmün cəmaatın yaxasından. Və şəhid ailələri, sizlər də çıxın etirazını bildirin bizim kimi. Deyin ki, mənim uşaqlar, yanlışınızı bizim uşaqlarımızın üstündən yapmayın. Və bu günləri o qazilərimiz otaqlar açırlar, danışırlar, intihar etməyə hazırlaşırlar. Bundan danışın, bundan danışın. Yaltaqlıq olar. Amma əslində bugün siz bunu yapmaqla yaltaqlandığınız şəxslərin quyusunu qazmış olursunuz. Ölkədə bir knopkaya basıb qəsdli olaraq bunu yapırlar. Qəsdli olaraq xalqı ayağa qaldırıb içəridəki klanlar İlham Əliyevi göndərək biz gələk. Amma bunu xalqı stresə soxaraq, xalqı qışqırdaraq etməyəcəksiniz. Öyle cəsursunuz, çıxın deyin ki, sandıq qoyun, seçimə gedək. Amma bu xalqı da belə pis göstərərək o xalq bütün rüşvətxor, korrupsioner məmurlara rağmen, banklar evlərini əllərindən almasına rağmen, bir qarnı ac, bir qarnı tox, uşaq yetişdirmələrinə rağmen, uşaq pulu da almamalarına rağmen ki, 2006-cı ildə kəsildi o uşaq pulu, almamalarına rağmen o uşaqlarını İlham Əliyevin bir çağırışı ilə o savaşa göndərdilər. İndi neyin qısasını alırsınız siz? Göndərməməliydi, eləmi? Qarabağ işğaldan azad edilməməliydi, eləmi? Mən buradan özümü İlham Əliyevə tutub deyirəm. Cənab Prezident, bu adamlar sizə qarşı eləyir bunu. Bu adamlar sizi sevdiyi üçün, sizi qoruduğu üçün eləmirlər. Bunların Azərbaycan xalqına olan nifrəti, kini, niyə Azərbaycan xalqı o gün sizin çağırışınızdan o xalqı Qarabağa göndərdi uşaqlarını? Ki, Qarabağa gedib gələnlərə də dəyər də vermirsiniz. Ayıbdır. Artıq belə düşün bu millətin yaxasından, bu millətdən də əl çəkin. Dünya, yenə deyirəm, Almaniyası, İsveçi, Norveçi, Türkiyədən stat gətirdim, bütün ölkələr. Uşaq pulu yoxdursa, başqa sosial projelərlə hər türlü dəstək verirlər. Burada uşaq xəstələrini aparırsan Türkiyədə xəstəxanaya, həkim bir qəpisiz müayinəsini eləyir, tonla dərman alır, hamısı pulsuz. Gedir, pulun sistemə girir, tez həkimliyini deyil, alır bir toruma dərmanını gətirir. Azərbaycanda bir uşağa 2 dərman alanda 100 manat ailə tapa bilmir. O uşaq da xəstəlik yayılır, çürüyür. Etməyin, eləməyin ya. Düşün bu millətin yaxasında. Neftdən gələn gəlir, o xalqa bölünməlidir. İstəyir 5 milyard dollar olsun. O neft bitəcək, nə bilim, nə olacaq, nə yeniyəcək, söhbəti deyil. Neftindən gələn gəlir, para gəlməyəndə xalq acından ölmürdü, bəli. Amma indi gəlir. İndi varsa, bəli, silah da alasan. Yaxşı, biz silah aldıq, arkadaşlar, yaxşı. Bu silahı kullanacaq oğul lazımdır. Niyə siz İsrail kimi dürüzülərdən, Kürdlərdən əskər mi istəyəcəksiniz? Hindistandan əskər mi istəyəcəksiniz? Göydən bomba tökək, cəmaatı bombalayaq. Hanı? Qəzzada 3 ildir, çünki yerdə döyüşəcək əskəri yoxdur. Sənin yerdə döyüşəcək əskərin olmasa, erməni də, rus da gəlib sənin üstündən belədən belə keçəcək. Biz ən azından o uşaqlara, o uşaq pulu ona görə verilir ki, o vətənə gələcəkdə sahib çıxsınlar. O vətən 3-4 dənə geyin, 3-4 dənə manqurtun, 3-4 dənə yalakanın vətəni deyil. O vətən hər zaman o cəsur, bugün aşağıladığınız o qəhrəman Azərbaycan kişisinin omuzunda vətən olub. Ayıbdır, vallahi ayıbdır.